Əgər insan bilərəkdən və üzürsüz orucunu pozarsa, ona qəza vacib olar. Kəffara da vacibdir, tövbə də etməlidir. Məhəmməd Peyğəmbər əleyhissalamda hədis var. Tövbə edən günah etməmiş kimidir. Allah bağışlamağı sevir. Əsas olan odur ki, ona tərəf qayıdasan. Kəffara ki, dedik vacib olar. Görək orucun kəffarası nədir? Hökmləri nədir? Nə vaxt vacib olur? Əgər insan Ramazan orucunu bilərəkdən və üzürsüz pozarsa, məsələn, qəsdən yemək, içmək, cinsi əlaqə və s. orucu pozan şeylər edirsə, onda qəza vacibdir, tutmalıdır. Kəffara vacibdir və bu işi etdiyi üçün tövbə də ona vacibdir. Kəffaranın növü budur. Bir günün kəffarası üçün 60 gün oruç tutmalıdır. 60 gün oruç tutmalıdır. Bilərək pozub, üzürsüz, məsələn, səbəbdən qəsdən yeyib, içib, cinsi əlaqə edib. Buyurur, kəffara 60 gün oruç tutmaqdır. Onun 31 gününü ardıcıl tutmalıdır. Qalanları isə fasilə ilə tuta bilər il ərzində. Yaxud 60 fəqiri doyuzdurmalıdır. Hər fəqir təxminən 750 qram buğda, düyü və ya ərzaq verməlidir. 60 fəqiri. Deməli, bir dənə orucu pozduğu üçün 60 gün oruç tutmalıdır. Onun 31 günü ardıcıl, qalan günləri fasilə ilə tuta bilər və yaxud 60 fəqiri doyuzdurmalıdır. Təxminən 750 qram buğda, düyü, ərzaq verməlidir 60 nəfərə. Məsələn, bir qul azad etməlidir, bizim şəriətdə var. İndi qul hal-hazırda belə deyək, yoxdur. Keçmiş dövrdə olub bunlar. Yəni, bir qulu azad etmək. O, kəffara sayılır. Əgər insan haram bir işlə orucunu pozarsa, məsəl üçün haram yemək, sonra Allah eləməsin, haram cinsi əlaqə və s. Bəzi fiqhi rəylərə görə cəm kəffara ona vacib ola bilər. Yəni, həm 60 gün oruç tutmalıdır, həm 60 fəqiri yedirtməlidir. İndi ola bilər insan ki var, kəffara ona düşür, maddi gücü çatmır, neynəsin, imkanı yoxdursa, onda bacardığı qədər sədəqə versin, tövbə etsin. Sonradan imkanı olsa o kəffaranı yerinə yetirsin. Məhəmməd Peyğəmbər əleyhissalam buyurur ki, kim bir möminə yemək verərsə, Allah onu cənnət nemətləri ilə yedizdirər. Xəstə olan şəxsin oruc hökmü bu cürdür. Əgər oruc ona zərər verirsə, oruc vacib deyil. Əgər yox, orucu tutub zərər vursa, o ona haramdır, yəni olmaz. Kim xəstə və ya səfərdə olsa, başqa günlərdə qəza etsin, Quran buyurdu bizə. Yəni, o günlərin neçə günü xəstələnmişdi, inşallah şəfa tapandan, sonra o günləri tutacaq, neçə gün səfərdə olmuşdu, o günlərin orucunu tutacaq. Məsələn, elə, belə deyim, xəstəlik var ki, ona ümid yoxdursa, buyururlar, heç ona qəza da yoxdur. Ancaq imkan olsa, fəqirə 750 qram ərzaq versə fidyə, onun üçün daha xeyri çoxdur.
yəni xəstəlik il boyu davam edərsə qəza ona vacib deyil, fidyə versə daha savabı çoxdur. Səfərdə oruc hökmləri şəri baxışla bu cürdür. Əgər insan təxminən 22 kilometr gedir o tərəfə və yaxud ondan biraz da çox məsafə, gediş-gəliş ümumilikdə 44 kilometrdən yuxarı olsa, bu halda həmin şəxs namazı 2 rükət qıracaq, yəni namazı qəsrdir, oruc da tutmaq ona olmaz. Sonra qəza etməlidir. Əgər bir yerdə 10 gün qalma niyyəti varsa, səfərə çıxsa, o orada orucu tutmalıdır. Daimi səfərdə olanlar, məsəl üçün sürücülər və s. onlar üçün oruc daimi tutmağı vardır. Yəni daimi səfərdə olanlar, sürücüdür, ekspeditorlardır, təyyarə sürənlərdir və s. daimi ki, get-gəldir onların işi. Onlar səfərlərində də orucu tutmalıdır, namaz da bütöv qılmalıdırlar. Əgər insan səfərdə qəsdən oruç tutarsa, o oruc düzgün sayılmaz. Yəni qəsdən oruc tutarsa səfərdə, o oruc düzgün sayılmaz. Ola bilər bilmədən tutarsa zərər etməz. Yəni